Salam dostlar, diferensial təniklər sistemi ilə bağlı video dərslərimiz davam edir. Bu video dərsdə bir sistemin izahını verəcəm. Biraz bunun izahı uzun olduğuna görə elə bunu bir video dərsdə göstərmək istədim. Deməli, əvvəlki videolarda, bundan əvvəlki iki videoda, hər videoda iki sistemin izahını vermişəm. Nömrələmişdim 1, 2, 3, 4. Bu da olsun bizim 5-ci sistemimiz. Yəni bu video dərsdəki sistemimiz olsun 5-ci sistemimiz. Bundan əvvəlki video dərsdə də 2 dənə video dərs çəkmişəm. Onların hərəsində 2 dənə sistemin izahını vermişəm. Bu da bizim 5-ci sistemimiz olsun. Sistem belə verilir bizə. dx bölünsün dt bərabərdir y üstə gəlinsin z. dy bölünsün dt bərabərdir x üstə gəlinsin z. dz bölünsün dt bərabərdir x üstə gəl y şəklində olarsa, deyir ki, bu sistemi həll edin. Baxın, görün, hələ yazdıqlarım görsənir. Başlayaq. Uşaqlar, siz buradan bilirsiniz ki, dx bölünsün dt nə deməkdir? X ştrix deməkdir. X ştrix nəyə bərabərdir? Y üstə gəlinsin z verilir. Buradan da bilirsiniz ki, y ştriximiz nəyə bərabərdir? X üstə gəlinsin z verilir. Buradan da bilirsiniz ki, z ştriximiz bərabərdir. X üstə gəlinsin y verilir. Gəlin buradan x2 ştrixi tapaq. x2 ştrix nə deməkdir? X ştrixin, yəni ki, bir də törəməsi. X-dən bir dəfə törəmə tapırsınız, yəni 2 dəfə törəmə tapırsınızsa, x ştrix bizə verilib. Deməli, bunun yerində mən elə y üstə gəl z ştrixin törəməsini yaza bilərəm. Düzdürmü? Bura qədər yəqin hamıya aydındır. Bu da bərabərdir. Olacaqdır y ştrix üstə gəlinsin nə? Z ştrix. Axı biz buradan y ştrix və z ştrixi də bilirik. Gətirib yerinə yazsaq, olacaqdır nə? X üstə gəl z üstə gəlinsin, x üstə gəlinsin y şəklində. Biraz da sadələşdirsək, alırsınız ki, 2x üstə gəlinsin y üstə gəlinsin z şəklində. Gəlin bu tənliyi təzədən yazaq. x2 ştrix bərabərdir 2x üstə gəl y üstə gəl z-in yerində nə yazacağıq? X ştrixi. Hamısını bir tərəfə keçirək. x2 ştrix çıx x ştrix çıx 2x bərabərdir 0 aldıq. X ştrixi biz k qəbul etsək, o zaman x2 ştrix nə olur? K kvadratı. K kvadratı çıx k çıx 2 bərabərdir 0 şəklində alırsınız. İndi hasili -2 cəmidəki 1 olan ədədlər. Hasili deyirəm -2 cəmidəki neçədir? 1-dir. K1 bərabərdir -1, K2 də nəyə bərabərdir? Müsbət 2-yə. Hasili -2-dir, cəmidəki nədir? 1-dir. O zaman bizim burada x'imiz nəyə bərabər olacaq? Xt-miz nəyə bərabərdir? Olacaqdır S1 y üstündə -x üstə gəl S2 y üstündə 2x şəklində. Və bu oldu bizim xt-miz. Bu qayda ilə siz nəyi tapa bilərsiniz? Y-teni də və z-teni də tapa bilərsiniz. Bu tənliklər sistemindən zaten görsənir ki, bu simetrik tənlikdir. Yəni ki, ümumi demək olar ki, həll forması eyni alınacaq. Sadəcə əmsallar fərqli olacaq burada. Laf istəyirsiniz, onu da sizin üçün burada göstərim. Buranı silirəm. Bu artıq bizə nədir? Lazım deyil. Elə bunu silə bilərik. Gəl buradan silək. Bunu da silək, artıq bizə lazım deyil bu. Bizə lazım olan budur.
Deməli, bax, y ştriximiz nəyə bərabərdir? Buna. Y2 ştriximiz nəyə bərabərdir? Y ştrixin bir də yəni ki, törəməsi. Y ştriximiz nəyə bərabərdir? X plus z-ə. X plus z, bunun bir də törəməsi. Bu da olduğunda x ştrix üstə gəlinsin z ştrix. Bu da bərabərdir. X ştriximiz nədir? Y plus z. Y üstə gəl z. Üstə gəl z ştriximiz nədir? X plus y. Yenə də görürsünüz, eyni formada tənlik alınır. Y2 ştrix nəyə bərabər oldu? Deməli, 2y üstə gəl, z üstə gəlinsin x. Z üstə gəlinsin x nədir? Y ştrixdir. O zaman y2 ştriximiz nəyə bərabərdir? Y2 ştriximiz bərabərdir 2y. Z üstə gəl, y-in yerində, üzr istəyirəm, z üstə gəl, x-in yerində y ştrix yazsaq, hamısını bir tərəfə keçirsək, y2 ştrix çıx, y ştrix çıx 2y bərabərdir 0 şəklində bir, yenə də eyni bir formada sabit əmsallı bircə diferensial tənliyə gəlir. Buradan y ştrixə biz k desək, o zaman y2 ştrix nə olur? K kvadratı olur və olur k kvadratı çıx k çıx 2 bərabərdir 0 şəklində. O zaman hasili -2 cəmidəki nədir? 1 olan ədədlərdir. Yəni əmsallar yenə eyni şey oldu. Bir fərq eləmədi. Düzdürmü? Hə, əmsallar eyni şey oldu. Yenə də k1 də bərabərdir. Hasili -2 cəmidəki nədir? Hasili -2 cəmidəki nədir? Müsbət 1-dir. K1 bərabər -1, K2 də nəyə bərabərdir? Müsbət 2. Düzdürmü? Yenə də eyni şey oldu. O zaman y-temiz də nəyə bərabərdir? S1 y üstündə -x üstə gəlinsin. S2 y üstündə nə oldu? 2x şəklində. Yəqin ki, mən hesablama səhv eləmədim. Baxın ala buna. S2 y üstündə eyni şeydir dostlar. Ha, düz, eyni şeydir. Sadəcə burada əmsallar fərqli olur. Yəni ümumi həll eyni formada alınır da, çünki simmetrik tənlikdir. Eyni qaydada yəni yazacaqsınız. Məsəl üçün z2 ştrixi tapacaqsınız. Z2 ştriximiz nəyə bərabərdir? Z ştrixin bir də törəməsi. Z ştrixdən neçə verilir? X plus y, x plus y-in birinci tərtib törəməsi. Bu da olacaqdır. Nə x ştrix üstə gəl y ştrix. Bu qaydada yenə də x ştrixin yerində y plus z yazacaqsınız. Y ştrixin yerində x plus z yazacaqsınız. Toplayanda onları alacaqsınız ki 2z üstə gəlinsin x, üstə gəlinsin y alacaqsınız. Və x üstə gəl y-in yerində z ştrix yazacaqsınız. O zaman z2 ştrix bunun yerində z ştrix yazsaq, bu tərəfə keçirsək, çıx z ştrix olacaqdır. Çıx 2z, bu da bərabərdir 0. Yenə də görürsünüz ki, eyni formada bir tənlik alınır. Yenə də yəni bu qaydada yazacaqsınız və z-temiz də nəyə bərabər olacaqdır? Yenə köklər eyni alınır. S1 y üstündə -x üstə gəlinsin S2 y üstündə 2x şəklində. Yəni bu tənliklər sistemindən biz zaten görürdük. Simmetrik tənlikdir. Ümumi həll eyni formada alınacaqdır. Belə. Bu qədər. Növbəti video dərslərdə görüşənədək. Sağ olun.